Hamı salam dostlar, necəsiniz, var nə yox. Bu günlər sizlərlə birlikdə gördüyünüz kimi klubləri sırlayırıq. Yəni güclərinə görə birdən ona kimi sırlayacağıq. Hansı klublar güclüdür falan. Sırlayırıq. Manchester United. Manchester United 4-ə gedər. 4-ə qoyun. Bu mənim bu arada öz şəxsi fikrimdir. Yəni siz sonra deməyin ki, bu belə bura 1-ə getməlidir. Bunu belə zat qoydun, nə qoydun? Yəni siz də başqa cür düşünə bilərsiniz. Mənim şəxsi fikrimdir. Yəni bir söz deməyin dostlar. Chelsea 7 qoyun. Milan da ki, onun prime dönəmləri var idi. Özümüz bilənlər bilir təbii ki də. Amma indi 8-ə qoymaq olar. Real Madrid birin sahibi gəldi. Bayern Münih 6-nı məncə 6 yaxşıdır. Borussia Dortmund da nəmi 9 da, ona da qoymuyorum. 9 məncə. Arsenal bildiyiniz kimi dostlar, bu oralar ya sökür də dağıdır. Realda üst vurdu. Bir dəfə Flick de Konrasi Flick qolluyor. Möhtəşəm işlər görür Arsenal. Arsenal 5. İlk 5'te yeri var. Barcelona'da 2'de yeri var. Liverpool tabii ki de ilk 3. Juventus'taki bir Ronaldo olan bölümlerde bence daha güçlüydü. 2019-20. Onu da indi ona koymaq olar yəni Ronaldo. Mənim sırlamam listem yəni bu şəkildədir. Siz olsanız necə sırlayardınız yorumlarda yazın.